Evet, günde 1200 lira yol parası veren bir memur, bir ayda ne kadar yol parası verir? Siz de çözün bu problemi. Hasan uyan. Hala çözemediniz mi? Ben çözdüm öğretmenim. Ne çıktı? Bir ayda 30 gün olduğuna göre 1200 lirayı 30'la çarparım. 36 bin lira eder. Aferin. Şimdi 50 bin de kiraya ekleyin. Sen de yaz bakayım. 36 bin. 50 bin. Topla. 86 bin lira öğretmenim. Aferin. Aylık maaşı 141 bin lira olan bir memur ailesinin elinde yemek, giyim, çocuk bakımı ve diğer giderler için ne kadar kalır? Sen de yap bakayım. Aferin. 55 bin lira. Sana da aferin profesör. 55 bin lira ha? Günde adam başı bir ekmek yesek 800 lira ekmek. Ayda 24 bin lirası da ekmeğe gider. Kaldı 31 bin lira. Bozdur bozdur harca. 31-də deyir ki, A-nın hansı qiymətində funksiyanın qrafiki yalnız birinci və ikinci rüblərdə yerləşir. Gəlin qrafiki çəkək. Funksiya, elə bir funksiya tapmalıyam ki, o funksiya yalnız birinci və ikinci rüblərdən keçsin. Birinci və ikinci rüblərdən keçirsə, demək ki, bu funksiya sabit funksiyadır. Yəni y bərabərdir c funksiyasıdır. Onda bu funksiyanı sabit funksiyaya çevirək. Necə çevirə bilərəm? Sabit funksiyada y bərabər c funksiyasında x dəyişəni yoxdur. Demək ki, burada x dəyişənini itirməliyik. Və digərində isə x yoxdur deyə sabit bir ədəd olduğu üçün qala bilər. Bəs x dəyişəni necə itirim? X-in əmsalına 0 verirəm. 0-a çevirim ki, 0-ı x-a vuranda qiymət versin bizə 0. Deməli yazaram. A kvadratı çıx 10-a üstə gəlsin 16 bərabərdir 0. Eyni zamanda bu c ədədi haqqında bəs nə deyə bilərəm? Birinci, ikinci rüblərdən keçirsə, y oxunu müsbət nöqtədə kəsirsə, o zaman deyə bilərəm ki, bu c-nin qiyməti müsbətdir. Deməli yazaram 9 çıxılsın a-nın kvadratı böyükdür 0 yazaram. Bunu da həll eləyərəm. 9 3-ün kvadratı çıx a-nın kvadratı böyükdür 0. Bir dəfə yazaram 3 çıx a, bir dəfə yazaram 3 üstə gəl a. Böyükdür 0-dan. Kökləri olacaq 1-ə 3, 1-i mənfi 3. İnterval yazıram. 3-dən böyük qiymət qoydum. 4 qoyuram. 3-dən 4 çıxanda mənfi 3, üstə 4 müsbət. Mənfi müsbətə vuranda mənfi elədi. Digəri müsbət, digəri mənfi ardıcıl. Bizə müsbətləri istəyir. Deməli mənfi 3 və 3 aralığından götürəcəm. Keçdim bu tərəfə. İndi gəlin Viet teoremindən tapaq. Deməli kökləri hasili 16 olsun. x1 vur x2 bərabərdir 16. Kökləri cəmi isə əks işarənin ikinci əddi sərbəst. Deməli 10 olacaq. x1 x2-nin cəmi 10-dur. Hasildəki sərbəst əddi, yəni 16-ya. Təbii ki, adi məsələdə x-larım olacaq 1-ə 2, 1-də 8. 1-nə 2 yazıram, 1-nə 8. Çünki hasili 16, cəmi də 10-dur. Bəs 2 ilə 8-in baxıram ki, hansı bu araya yerləşir? Yəni 8 bu araya düşmədiyi üçün bu olur kənar kök. 8-i götürmürəm. Cavab qalır 2. Deməli A neçə olmalıydı? 2.